Özsan qəsəbəsindən salamlayıram sizləri, hörmətli və dəyərli izləyicilər. Özsan qəsəbəsində 2,3 sot torpaq sahəsində inşa olunmuş 4 otaqlı 130 kvadrat metrlik həyət evini sizə təqdim edirəm. Geniş həyətyanı sahəsi var. Həyətyanı sahəsində ağac və gül əkmək üçün xüsusi yer nəzərdə tutulmuşdur. Həyətyanı sahəsinə rahatlıqla avtomobilinizi daxil edə bilərsiniz. Girişdə sağ hissədə də gül və ağac əkmək üçün yer nəzərdə tutulmuşdur. Həyətdə nar ağacı var. Həyətyanı sahəsində sanuzeri var. Hal-hazırda saxlanıc otağı kimi istifadə olunur. Qazı, suyu, işığı daimidir. Ev sahibi çən qoyacaq bura, su çəni qoyacaq. Nasos olacaq. Yəni su problemi olmayacaq. Su onsuz da burada 24 saatdır. Hər ehtimala qarşı su çəni də olacaq. Daxil olaq evimizin içinə sizi tanış edim. Evimizin ön hissəsidir, giriş hissəsidir. Burada çay içməyə yeri də var. Yay aylarında samavarı qoyursan həyətdə, burada da bir eviniz istəyən yaxınlarınızla, doğmalarınızla istirahət eləmək üçün xüsusi yer nəzərdə tutulub. Eyvan hissəsidir. Eyvandan həyətyanı sahənin görünüşüdür. Daxil olaq evimizin içinə. Girişdə bizi hol hissəsi qarşılayır. Evimiz tam kombi sistemi ilə təchiz olunub. Kombinin aparatı burada yerləşdiriləcək. Radiatorlar da qoyulacaq. Hamısı qiymətə daxildir. Bura sanuzerdir. Hamam otağı və sanuzer. Tam təmirli bütün əşyaları, bütün avadanlıqları qoyulub. Hazır vəziyyətdədir. Keçək evimizin içinə. Girişdə bizi zal hissəsi qarşılayır. Geniş zal hissəsi var. Yetəri qədər genişlikdədir. Burada mətbəx hissəsidir. Amerikan mətbəxdir. Zalla bir yerdə. Buranı cam balkon kimi şüşənlə də ayırmaq olar. Mətbəx hissəsidir. Genişdir. Qonaq otağıdır. Bir daha xatırlatmaq istəyirəm. Evimiz 4 otaqlıdır. 130 kvadrat metrdir. Keçək otaqlarla sizi tanış edim. Bu birinci yataq otağıdır. İstəyə uyğun valideyn yataq otağı və ya uşaq yataq otağı kimi də istifadə etmək olar. İkinci yataq otağına daxil olunur. Bu ikinci yataq otağıdır. Həmçinin istəyə uyğun uşaq yataq otağı və ya valideyn yataq otağı kimi də istifadə etmək olar. Yetəri qədər genişdir. Evimiz yerdən 5 daş kürsülüdür. Girişində keyfiyyətli materiallardan istifadə olunur. Burada kiçik həcmli bir yataq otağıdır. Uşaq yataq otağı kimi nəzərdə tutulmuşdur. Evimiz şəxsi tikilidir. Özü üçün tikilmədi. Hal-hazırda ehtiyac olmadığından satılır. Evimizin sənədləri bələdiyyə sənədidir. 99 illik etibarnamədir. Qazı, suyu, işığı, hər bir şey var. Layihəsi, texniki pasportu var. Evimizin ilkin təyin olunan qiyməti 76.000 manatdır. Real alıcıya qiymətdə yaxşı endirim olunacaq. Əlavə məlumat üçün səhifə başlığındakı nömrə ilə əlaqə saxlayın. Real gəlin, baxın. Allah alanın da, satanın da xeyrini versin inşallah. İzlədiyiniz üçün təşəkkürlər.